Salam değerli izləyicilər, 27 noyabr 2025-ci il Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımovun qonaq olduğu İncə Səhər verilişinin yayımı yarımçıq dayandırılıb və bununla bağlı televiziya açıqlama yayıb. Açıqlamada bugün saat 10:38-də aparıcısı Vüsali Əlizadənin olduğu İncə Səhər verilişinin yayımı zamanı texniki problem yarandığı bildirilib. Qeyd olunub ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib, verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib. Anonsu da uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bugün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. Birinci fayl heç bir problem olmadan efirə gedib. Reklam buraxılışına ayrılıb və ikinci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl Playout sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib. Bu isə əsas efir serverində cihaz səviyyəli nasazlıq yaradıb. Xəzər televiziyası tərəfindən yaranmış narahatlığı anlayışla qarşıladıkları və efiri diqqətlə izlədikləri üçün izləyicilərə minnətdarlıq bildirilib. Ancaq bir sıra sosial belə deyək, media istifadəçiləri bu məsələni Almaxanım Əhmədli ilə belə deyək, daha çox əlaqələndiriblər ki, məhz onun Mədəniyyət Nazirliyini tənqid etdiyinə görə belə deyək, efir qadağası qoyulub və s. Ancaq televiziyanın açıqlamasında isə bunun sırf texniki problem olduğu məlum olub.